Fariz, nə edirsən? Oyun oynamaq vaxtıdır. Əli, bu elə belə oyun deyil. Söhbət Mən Azərbaycanlıyam Milli Bilik yarışmasının onlayn versiyasından gedir. Mən bunu mütləq oynamalıyam. Demirəm oyna, amma indi efirimizi başlamalıyıq axı. Əli, sənin xəbərin var buradakı hədiyyələrdən? Söhbət 2000-3000 manatdan gedir. Magistr təhsili, pulsuz. Başa düşürsən? Yəni mən bunu mütləq oynamalıyam və bu hədiyyələri mütləq qazanmalıyam. Amma mən sənə indi bir söz deyəcəm, amma heyfslənmə Fariz. Artıq bu oyunun qalibləri var. Dedim axı Fariz, heyfslənmə. Bu oyunun qalibləri var, inşallah sən də nə vaxtsa qalib olarsan. Amma hələlik efir bizi başlayaq. Əli, qoy hər şey sən deyən kimi olsun. Salam Maglar, Mag başladı. Əli, sən bayaq dedin ki, bu oyunun artıq qalibləri də var. Kimlərdir ki, onlar məndən qabaq çıxıb hədiyyələri qazandılar? Fariz, sənin nələrdən xəbərin yoxdur? Artıq onlarla qalib var bu yarışın. Əgər onları tanımaq istəyirsinizsə, gəl anonsumuza baxaq. Baxaq. 120 nəfər netbook, 12 nəfər iPad, iPhone əldə ediblər. Kimlərdir ki, onlar məndən qabaq çıxıb hədiyyələri qazandılar? Və oynadım, qalib gəldi. Netbook qazanmışam. Bir neçə dəfə cəhdim oldu. Hədiyyələr necə xoşuna gəldi? Bir anlığa oxlandım, düşdüm. Hədiyyələri görə oynadım. Məncə bu o qədər də düzgün fikir deyil. Görün mən bunu bacaracam, yoxsa yox? Bunlar istər ənənəvi şəkildə, istərsə də onlayn versiyada baş verir. Təbii ki, az sonra... Və təbii ki, sən dediyin kimi gənclərimiz daim yenilik axtarışındadılar və Mag da Gənclər harda, Mag orada prinsipini nəzərə alaraq hər zaman onların yanındadılar və bu dəfə də biz Mag xəbər rubrikasında gəncimizə baş verən yeniliklərdən xəbər tutacağıq. İzləyək. Bu kadrlar işğal altında Ağdam kompüter oyununun təqdimat mərasimindəndir. Oyun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azdimeşin gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanıb. Yaradıcı heyət Azərbaycanda ilk dəfə olaraq 3D formatında şəhər görüntüsü yaradıb. Azərbaycan gənclərinin həm vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə, eyni zamanda onların yeni texnologiyalara, informasiya texnologiyalarına daha cəlb edilməsinə bir stimul verən layihədir və bunun davamı olacaq. Yəni bizim planlarımıza görə daha bir neçə müxtəlif mövzularda Azərbaycan tarixinə, mədəniyyətinə yönəlmiş kompüter oyunlarının üzərində iş getməkdədir. İşğal altında Ağdam bir il əvvəl təqdim olunmuş İşğal altında Şuşa kompüter oyununun davamı olaraq özündə Qarabağ müharibəsini əks etdirir. Döyüş janrında hazırlanmış bu oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdir. Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən və ilk dəfə olaraq Azərbaycan istehsalı olan silahlardan istifadə edilib. Musiqiləri ilə də tamaşaçıda maraq oyadan oyunun qrafikası işğaldan öncə və işğaldan sonraki Qarabağın eyni zamanda Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Mən özüm uşaqlıqdan kompüter oyunu yaratmaq istəyirdim. Həmişə görürdüm ki, Rusiyada, Amerikada kompüter oyunları yaradırlar, amma Azərbaycanda belə bir oyun yox idi. Və mən belə bir qərara gəlmişəm ki, bu oyunu düzəltməliyəm. Ümidvarıq ki, bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq. Gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Mag xəbər rubrikasından yeni baş vermiş xəbərləri izləmiş olduq. Gənclər, əgər siz də yığışıb birlikdə maraqlı bir layihə həyata keçirmişsinizsə, mütləq Maqa xəbər verin. Gəlib müxbirlərimiz həmin layihənizi işıqlandıracaqlar sevə-sevə. Və bir çoxlarınız da bilirsiniz ki, Azərbaycan televiziyası özündə Azərbaycançılığı, vətənpərvərliyi əks etdirən televiziya layihələrini hazırlamağı borc bilir və siz də bu layihələri sevə-sevə izləyirsiniz, həzz alırsınız.
Bəli, belə yarışmalardan biri də Mən Azərbaycanlıyam Milli Bilik yarışmasıdır, hansı ki, Rabitə və İnformasiya Texnologiya Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçirilir və bugünkü qonaqlarımız da bu yarışın onlayn versiyasının qalibləri və Rabitə İnformasiya Texnologiya Nazirliyinin əməkdaşı Etibar Umudovdur. Buyurun. Artıq qonaqlarımız studiyamızdadır. Onların hər biri ilə ayrı-ayrılıqda söhbətimizi edəcəyik. Amma mən ilk öncə istəyərdim ki, sualımı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Etibar müəllimə ünvanlayım. Xoş gəlmişsiniz hər biriniz. Etibar müəllim, istəyərdim ki, Nazirliyin bu layihəyə olan dəstəyinin nə ilə bağlı olduğunu öyrənim. Salam, hər vaxtınız xeyir. Deməli, bildiyiniz kimi Azərbaycan televiziyasında Mən Azərbaycanlıyam bilik yarışması yayımlanır, çox uğurlar. Bəli. Və biz bu qərara gəldik ki, bu yarışmada iştirak edənlərin sayı olduqca məhduddur. Və bunu onlayn internet səhifəsində, internet üzərindən bu oyunu təşkil etməklə daha çox iştirakçının bu oyuna cəlb edilməsinə nail olaq. Və bu səbəbdən bu Azərbaycanlıyam onlayn bilik yarışması təşkil olunmuşdur. Çox gözəl. Bəli, mən istəyərdim onlayn versiyanın qalibləri özlərini təqdim eləsin. İlk başlayaq xanım sizdən. Adgözalova Zərifə. Zərifə xanım, necə oldu ki, qərar verdiniz bu oyuna qoşulasınız? Hardan məlumat aldınız və qoşuldunuz və heç düşünürdünüzmü qalib olacaqsınız? Çünki həqiqətən də çətin bir yarışmaydı. Qardaşım qızları oynamışdı, qalib olmuşdu həm televiziya versiyasında, həm onlayn yarışmasında. Mən də məlumatlandım, oynadım. Maraqlıdır. Ümumiyyətlə, özünüz nə işlə məşğulsunuz? Yəni, özüm tibb işçisi olmuşam, hal-hazırda işləmirəm, evdar qadın. Sualların çətinliyi nə dərəcədir? Yəni, cavablandıra bilirsiniz, yəqin ki, qalib oldunuz. Mən mədəniyyət, incəsənət sahəsində biraz maraqlıyam. Əsas ümumi götürdüm. Mədəniyyət, incəsənət, bir də Azərbaycan dili. Hansı bir kömək olurdu sizə? Evdə elə bir siftə oynayanda, sonra oynadım, davam elədi. Növbəti iştirakçılarımızla, qaliblərimizlə də tanış olaq. Mən Natiq Ağayev, 3-cü kurs Dövlət Dərəcəli Akademiyası. Çox gözəl, təbriklər. Sən necə qoşuldun? Hardan eşitdin bu layihə haqqında? Qrup yoldaşlarım vasitəsilə bu haqda eşitmişəm. Akademiyada onlar oynayırdılar, birləşib və bunun əsasında məlumat aldım və oynadım, qalib gəldim. Və sırf özün qalib gəldin, yoxsa kimsə dostlarınla birlikdə oynuyordun? Burada demək olar ki, özüm qalib gəldim, çünki ikinci qrupdan imtahan vermişdim. Orada coğrafiya və tarix var idi. Ədəbiyyat haqqında da biraz məlumatım var idi və bunun əsasında təbii ki, qalib gəldim. Bəs ilk olaraq qalib olduğunu görəndə ekranda nə düşündün? Təbii ki, bir anlığa oxmanı düşdüm və özüm həyəcanlandım. Çünki qaliblər sırasında özüm görmək bir insan üçün şərəflidir və çox həyəcanlanırsan, sevinirsən. Ailənlə sevincini bölüşürsən. Hədiyyələr necə xoşuna gəldi? Bəli, təbii ki. Nə aldın ki, hədiyyə? Netbook. Təbriklər. Və bunun üçün də Rabitə və Texnologiya Nazirliyinin nümayəndəsinə və onun təşkilatlarına təşəkkür edirəm. Çox gözəl. Mən Əliyev Rəfail Dövlət Dərəcəli Akademiyası qalib olmuşdur. Sən necə oldu oynadın bu oyunu? Hardan xəbər tutmuşdun? Yəni, otaq yoldaşlarımla məlumat aldım, onlardan. Onların hər hansı bir qalib olub, yoxsa yox? Bəli. Səncə suallar çətin idi, orta idi, yoxsa asan idi, Belə, çox rahatlıqla cavab mən birinci kursam, yəni ona görə normal suallar idi. Neçə dəfə qalib gəldin? Yəni, elə ilk oturan kimi oynadın, qalib gəldin, yoxsa bir neçə dəfə cəhd elədin? Bir neçə dəfə cəhdim oldu. Əla. Digər iki gəncimiz özünü təqdim eləsin. İlkin Ramazanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadi İxtisası 4-cü kurs tələbəsiyəm. Hədiyyələrindən razısan, nə almısan hədiyyə? Netbook qazanmışam. Minnətdarlığımı bildirirəm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə. Suallar sənə də qane eləyirdi, çətinlik dərəcəsi? Mən ikinci qrupdan imtahan vermişəm və coğrafiyanı, tarixi götürdüm, bir də ümumi mövzu götürdüm. Belə başa düşürəm, ikinci qrupa imtahan verən tələbələr üçün rahat olub, coğrafiya, tarix fənni var deyə. Bəli, nisbətən daha rahat. Və son qalibimizlə tanış olaq. Mən Qəzənfərli Sərxan, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsiyəm. Qalib olduğuma çox şadam. Səndə hardan maraq yarandı ki, bu oyunda iştirak edəsən, oynayasan, kim sənə məlumat verdi? Mən sosial şəbəkələrdən məlumatlanmışdım. Elə iyul ayından başladım oynamağa. Biraz qəbul imtahanına hazırlaşdığıma görə bir qədər çox vaxt ayıra bilmirdim. Ona görə sentyabrın 10 günlüyünə qismət oldu. Təbrik edirik hamımızı bir də. Etibar müəllim, sizə sualım var. Hər hansı bir statistik rəqəmlər var? Yəni bunu nə qədər insan oynayır, bu maraq nə dərəcədədir? Deməli, oktyabr ayının 1-nə olan rəqəmlər belədir ki, 91 mindən çox iştirakçı saytda
oyunun saytında qeydiyyatdan keçərək iştirakçı olub. Bunlardan deməli 60 mini kişilər, 31 mini qadınlardır. Bu da hardasa deməli 65% oynayanların 65% kişilər və 35% qadınlar olduğunu göstərir. Maraqlı, bəs yarışmada iştirak edən iştirakçıların əksəriyyəti hansı bölgələrimizdən idi? Bu bölgələr, bizdə bütün bölgələr təmsil olunur. Bəli, qaliblər də bütün ayrı-ayrı bölgələrdən var. İştirakçılar bütün bölgələrdən. Bəs xüsusi bir yaş həddi qoyulmuşdumu ki, bu yaş həddindən... Xeyr, bu yarışmanın yaş həddi yoxdur. Hər kəs iştirak edə bilər. Hər kəs iştirak edə bilər. İstənilən bu yarışda... Sevindirici haldır ki, bölgələrimizdə də bu qədər maraq var, yəni belə bilik yarışmasına. Bir məlumat üçün qeyd edeyim ki, sentyabr ayının qaliblərində arasında 8 bölgənin təmsilçisi, 8 bölgədən təmsilçisi var. Neçə qalib olub ümumiyyətlə başlayandan bu yana, oksiyatorlardan? Deməli, hər 10 gündə, ayın hər 10 günlüyündə, biz 10 günlüyə bölmüşük ayı. 10 günlüyün qaliblərinə 10 nəfərə netbook, 100 nəfərə 10 manatlıq danışıq kartları təqdim olunur. Bugünə kimi deməli 1200 nəfər 10 manatlıq danışıq Baxel və Narmobile mobil operatorların 10 manatlıq danışıq kartlarını əldə ediblər. 120 nəfər netbook, 12 nəfər iPad, iPhone əldə ediblər. Növbəti sualımı istəyərdim ki, iştirakçılarımıza ünvanlayım. Mənə maraqlıdır. Ümumiyyətlə, siz bu yarışda iştirak etmək istəyəndə oradakı hədiyyələrin gücü sizi ora cəlb elədi, yoxsa özünüzü təsdiq etmək istədiniz ki, görün mən bunu bacaracağım, yoxsa yox? Nə məqsədlə? Yəni, hədiyyələrə görə əmindiniz ki, qalib gələcəksiniz, yoxsa? Sadəcə özünüzə sübut etmək üçün ki, mən bunu bilirəm. Mən ilk növbədə təbii ki, hədiyyələrə görə qoşuldum yarışa. Çünki hər bir insan bir yola addım qoyanda, addım atanda nəsə bir məqsəd olmalı. O məqsədə çatmaq üçün bütün gücünü sərf eləməlisən. Yəni bu yolda da təbii ki, öz biliyimdən istifadə elədim və qalib gəldim. Bəs siz? Sözün açığı, mənim daim qızları oynamışdılar və qalib gəlmişdilər. Həm də belə deyək, tələbəyə kontra ehtiyac vardı. Oynayırdım. Facebookda profillərdə gördüm ki, mənim tələbə yoldaşlarım oynayırlar və buna görə mən də qoşuldum, oynadım. Əvvəllər düzdür alınmırdı, amma sonradan artıq biraz təşərlədim və nəticə. Mənim üçün də böyük təcrübə oldu. Qəbul imtahanı hazırlaşdığıma görə özüm sınamaq qərarına gəldim. Həm də hədiyyələrə görə oynadım və qəbul imtahanından sonra qalib gəldim. Etibarən super finala az bir müddət qalıb. Səhv eləmirəmsə dekabr ayında artıq yekun finala oyunu olacaq. İndidən istəyirdim hədiyyələri açıqlayardınız ki, hətta bu gənclərin hamısı super finalda iştirak edirdi. Bəli. Deməli, 10 günlüklərin qalibləri 10 nəfər, ümumilikdə 180 nəfər super finalda iştirak edəcək. Bu super final dekabr ayının birinci həftəsində keçirilməsi nəzərdə tutulur və super finalda birinci yer tutan 5000 manat, ikinci yer tutan 3000 manat, üçüncü yer tutan 2000 manat mükafat əldə edəcəklər. Eyni zamanda qeyd etmək istərdim ki, əgər birinci yer tutan tələbə olarsa və magistr pilləsində öz təhsilini IT sahəsində davam etdirmək istəsə, Rabitə Nazirliyi onun bu təhsilinin ödənişini həyata keçirir. Həqiqətən də çox gözəl hədiyyələrdir. Yəni, bunu oynamağa və yarışmağa dəyər. Təbii ki, görürsünüz ki, bilik insana hər zaman hər yerdə kömək olur, hər yerdə bazı qapıları açmış olur və sizin hər birinizə də uğurlar arzu edirik gənclər. İnşallah gələcək həyatınızda daha böyük uğurlara imza atarsınız, daha böyük yarışmaların qalibi olarsınız. Sizə təşəkkür edirik gəldiyinizə görə, məlumat verdiyinizə görə. Çox sağ olun. Sevindirici haldır ki, müasir gəncliyimiz kitab oxumağa çox üstünlük verir. Bunlar istər ənənəvi şəkildə, istərsə də onlayn versiyada baş verir. Bizim Mag Məlahətində bu haqda süjeti var, süjet isə kitabın çapına həsr olunub. Gəlin elə isə süjetə baxaq. Əslində bugünkü gənclərin kitabla çox maraqlanmadığını deyirlər. Məncə bu o qədər də düzgün fikir deyil. Kitab oxumağı həyat tərzi sayan magilərimiz kifayət qədərdir. Və mən bugün mütaliəni sevənlərə kitabın müəllifin qələmindən sizin əlinizə də gəlib çatdığı həyat yolundan danışmaq istəyirəm. Öncə isə biraz kitabın tarixi barədə. Kitab sözü ərəb dilindən tərcümədə yazı məktub deməkdir. Kitabın meydana gəlməsi yazının yaranıb formalaşması prosesi ilə əlaqədardır. İlk kitabları hələ eramızdan əvvəl 3-cü, 4-cü minilliklərdə qədim Misirlilər papirusdan hazırlayıblar. Müasir kitabların prototipləri isə qədim Romada istifadə edilən poliptiklər hesab edilir.
Bizə məlum olan kağız kitablar isə 13-cü əsrdən etibarən Avropalılar tərəfindən hazırlanıb. O ki qaldı ana dilimizdə yazılan ən qədim əlyazmaya, onun tarixi 14-cü əsrə gedib çıxır. Dünya üzrə ilk çap olunmuş mətn 8-ci əsrin birinci yarısında Koreyada ksilografiya, yəni ağac üzərində qravür üsulu ilə həkk edilən mətn hesab edilir. Lakin 15-ci əsrin 40-cı illərində 1-ci Gutenbergin ixtira etdiyi maşın kitab çapı tarixində əsl inqilab yaratdı. 20-ci əsrin 50-60-cı illərində isə elektronika hökmranlığını bu sahədə də göstərdi. Rəylər müxtəlifdir. Bugün bəzi gənclər ənənəvi, bir çox magilarımız isə elektron kitablara üstünlük verirlər. Nəşriyyatda kitab tam çapa hazır vəziyyətdə gətirildikdən sonra mətbəyə göndərilir. Mətnin laminasiya adlanan plyonkalara köçürülmə prosesi. Bu, təbii ki, kompüter sistemlə həyata keçirilir və bundan sonra həmin plyonkalar metal təbəqələr üzərinə köçürülür. Bu isə lazer şüalar vasitəsilə həyata keçirilir. Hərflər lövhə üzərinə hopdurulduqdan sonra kimyəvi maddələrlə yuyulur, qurudulduqdan sonra barabanlara bərkidilir. Yeniliklərdən biri ondan ibarətdir ki, 90-cı illərin ilk əvvəllərində kitabdan tamamilə uzaqlaşmış bir nəsil formalaşırdısa, bugün tamamilə onun əksini görürük. Kitaba tələbat dünən olub, bugün var, təbii ki, gələcəkdə olacaq. Daha çox hansı kitablara üstünlük verirsiniz? Elektron ya ənənəvi? Ənənəvi kitaba. Səbəbi? Çünki elektron oxuyarkən gözlərimizə zərərlidir, ona görə. Ənənəvi kitablara üstünlük verirəm. Yəni istədiyim vaxt gedib ənənəvi kitab götürə bilərəm. Elektrona o qədər də çox üstünlük vermirəm. Belə adi kitab versiyada oxuyuruq. Həm rahatdır, həm də ki, üstündə qeyd etmək də asandır olur. Sonra təzədən açıb bir də qayıtmaq, o təkrarlamaq üçün qayıtmaq asan bir versiyadır. Rəylər müxtəlifdir. Bugün bəzi gənclərimiz elektron, bir çox maqalarımız isə ənənəvi kitablara üstünlük verir. Ancaq heç bir innovasiya bizi kağız vərəqləri vərəqləyərkən düşdüyümüz o sehirli aləmə apara bilmir. Əli, mən dünən maqalardan eşitdim ki, sən Hərbi Vətənpərvərlər Yetişdirmə Cəmiyyətində qonaq olmuşsan. Ümumiyyətlə, çox maraqlı gəldi bu qurumun adı mənə. Nə idi ki, orada nə mən məqsəd var idi? Mən də bu qurumun adını eşidəndə maraqlı gəlmişdi. Elə ona görə orada çəkiliş saldım və getdim o yeri çəkdim. Amma mən çox danışsam, yəqin ki, süjetin maraqsız olar. Bütün məlumatları süjetdə görəcəksən. Amma onu deyim ki, orada mənə maraqlı gələn nə idi? İlk öncə onu deyim ki, ora əskərliyə gedən gənclər üçün, ya gedəcək gənclər üçün bir yetişmə mərkəzidir. Orada aşpaz hazırlanır, snayperçi gənclər hazırlanır. Yəni bu bir neçə müddətdən sonra o da olacaq artıq. Atıcılıq kursları var, təlimlər var, sürücülük təlimləri var. Və orada maraqlı gələn nə idi? Sürücülük təlimlərində avto idarə etmə qurğusu var idi. Hansı ki, qiyabi olaraq gənclər orada otururdular və yolda əsrləri bilə avtomobili idarə edirsən. Bəs maraqlıdır, orada hər kəs iştirak edə bilər, yoxsa? İstəyən gənclər müraciət edirlər və o təlimləri keçirirlər müəyyən müddətdə. Hətta sürücülük vəsiqəsi alıb hərbi xidmətdə sürücü olaraq da çalışa bilərlər, aşpaz olaraq və yaxud çalışa bilərlər. Bəli, əgər bu qurum haqqında məlumat sənə, mənə maraqlı gəlsə, 100% bir çox gənclərdə maraqlı gəlib. Odur ki, gəlin çox söhbəti uzatmayıb əlinin süjetini izləyək. Məni yetişdirib bu ellərə yolladı, bu torpağa qurban deyib Allaha ismarladı. Boş oturma çalış deyib xidmət eylə vətənə, zülüm sənə halal olmaz, sən başaysan düşmənə. Hərbi xidmət hər bir Azərbaycan oğlunun şərəf və namusu ilə yerinə yetirməsi vacib olan şərtlərdəndir. Təbii ki, gündən-günə güclənən Azərbaycan ordusuna çağırılan əskərlərin xidmətə qədərki hazırlığı da güclü olmalıdır. Bu həm də ordumuzun gücünü daha da qüvvətləndirər. İstər orta məktəblərdə keçirilən çağırışa qədərki hazırlıqdan dərs deyən müəllimlərin, istərsə də çağırışa qədərki hərbi müdavinlərin hazırlanma mərkəzlərinin üzərinə böyük yük düşür. Elə mən də bu yaxınlarda səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin tərkibində fəaliyyət göstərən hərbi vətənpərvərlərin mütəxəssis hazırlığı mərkəzində oldum. Gördüyüm mənzərə olduqca maraqlı idi və mənə də olduqca xoş təəssürat bəxş etdi. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin nəzdində yaranan sürücülük məktəbi, bu məktəb hərbi hissələrə sürücü kadrların hazırlanması, aşpazların hazırlanması fəaliyyət göstərir. Yaxın gələcəkdə snayper kurslarının açılması nəzərdə tutulur. Bu məktəbin əsas məqsədi gəncləri çağırışa qədər ordumuza layiqli əsgər kimi yetişdirmək, onların hərbi xidmətə psixoloji və fiziki baxımdan hazırlamaqdır. Təmirdən sonra müasir sinif otaqları ilə göz oxşayan bu təhsil ocağında müdavimlərə atıcılıq, sürücülük kimi dərslər keçirilir. Gənc müdavimlərin hazırlanması mərkəzində bax gördüyünüz belə avtotrenajyorlar var, hansı ki onlar öz sürücülük bacarıqlarını məhz bu avtotrenajyorlar vasitəsilə artıra bilirlər.
və hərbi müdavinlərin sərbəst atəş açması üçün atıcılıq TV fəaliyyət göstərir. Sonda isə burada təhsil alan bütün müdavinlərə gələcək əskərlik həyatlarında uğurlar arzu edirik. Yaddan çıxarmayın ki, hərbi xidmət hər bir kişi üçün həm də həyat dərsidir. Mənim də hazırladığım süjetə baxdıq. Hal-hazırda isə studiyamızda qonağımız var. Gənc ifaçıdır qonağımız. Qonağımızsa həm çox istedadlı, həm də çox gözəl səsə malik olan, adı gözəl, özü gözəl Nigar Hüseynovadır. Buyur Nigar. Xoş gəlmişsən Nigar. Necəsən? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Siz də yaxşı. Nigar özünü təqdim edərdin tam şəkildə gənclərimizə. Mən də yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Mən Hüseynova Nigar, 4-cü kurs tələbəsi konservatoriya. Bakı Musiqi Akademiyası, bəli. Vokal üzrə dərs alıram. Xuraman Qasımova. Bəli, Nigar artıq bizim ötən mövsüm qonağımız olmuşdu. Onu bəlkə də bir çoxlarınız tanıyırsınız, çünki bir sıra müsabiqələrdə də iştirak edib öz səsi ilə, orada səsinin gücü ilə bir çoxlarının qəlblərini fəth etmiş olub. Nigar, keçən verilişdən bu verilişə kimi nə yeniliklər var, nə dəyişikliklər var sənin yaradıcılığında? Yaradıcılığımda mən deyərdim, indi Turkivision gedir, ora qatılmışam. Bir neçə dəqiqə bundan qabaq xəbər vermişdilər ki, keçdim. Təbrik edə bilərsiniz. Onda bu sənin ən xoşbəxt anlarından biridir. Bəli, çox sevindim. İlk xəbərdə biz eşitdik. Kim qərar verdi sən gedib orada iştirak edəsən? Özünmü, yoxsa kimsə məsləhət gördü? Seçim turları oldu yəqin ki, yoxsa? Oldu. Birinci casting keçdi, 50 nəfər seçildi. Sonra 20 nəfər, 10 nəfər və 1 nəfər olacaq. Castingdə isə özüm, uşaqlar da dedilər, gəl, var belə bir casting, iştirak elə. Harada keçiriləcək? Harada keçiriləcək, düzdür, mən də sual vermişdim. Türkiyədə yəqin ki olacaq, Turkivision. Türkiyə Eurovision'da imtina edib öz iştirakına, ona görə öz belə bir musiqi konkursu düzəldiblər, Turkivision, türk dilli xalqlar üçün. Bəs necə düşünürsən, orada güclü rəqiblər varmı, yoxsa sən orada iştirak edib birinciliyi əldə edəcəksən, bizi çox sevindirəcəksən? İstərdim. Rəqiblərini indidən tanıyırsan, yoxsa yox? Eşitmişəm castingdə bir neçəsin. Biz bu günlərim onlayn yarışmalardan, oyunlardan danışırıq. Mənə çox maraqlıdır. Nigar ümumiyyətlə onlayn olaraq hər hansı bir yarışma oynayırmı, marağı varmı oyunlara? Oyunlara heç, vaxtım da yox ona. Amma işləyirəm, anama kömək eləyirəm. Nə üzərində işləyirsən, nə işləyirsən? Musiqi ilə əlaqədar deyil, sadəcə cibim dolu olsun deyə. Biznes. Çox gözəl. Nigar, yəqin ki, bu gün bizim üçün çox gözəl bir ifa edəcəksən. Nə ifa etmək istəyirsən? Bəli, romantik bir mahnı, I Still Believe. Onu da deyim ki, Fariz, Nigarın ifasından sonra artıq bizim efir vaxtımız sona çatır. Həmişəki kimi verilişlərimizin təkrarına YouTube kanalından və Facebook səhifəmizdən izləyə bilərsiniz. Bugünlük isə bu qədər. Hələlik. Everything that you and I've been through, you should know I've never given up on you. Even when the fears surround us, even through the fight, I still believe we were meant to be. I still believe. The